Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Stop Narkotik AZ xəbər verir ki, bu barədə penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu Zirə qəsəbəsi ərazisində Bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Bundan başqa martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Stop Narkotik AZ-a verilən məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 156 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.